Amma ilk öncə müəllim belə meymun ol, belə baxdım ki, yəni mən necə olacağam falan. Sonradan gördüm ki, o kompleks yoxdur məndə. Əvvəl bura gələndə kompleksim var idi özümdə. Salam, mən Muradlı Nilüfər, 16 yaşım var, 10-cu sinifdə oxuyuram və İncəsənət Universitetində hazırlaşıram. Mənim əslində uşaqlıqdan belə bir fikrim var idi. Elə uşaqlıqdan kinoya da baxanda oradakı aktrisaların yerinə özümü qoyurdum ki, görsən mən orada olsam necə olardı. Durduq yerə dedim ki, mən aktrisa olmaq istəyirəm. Amma belə qaldı ki, yəni nə əlaqə, çünki hüquqa hazırlaşırdım. Dedi ki, yaxşı, baxım görüm haradır, necədir. Amma heç belə bir yerin olmasını gözləmirdi. Dedi, hə, yaxşı, yaz gör nə deyirlər. Və şimdi yazdım, qəbul təyin oldu, getdim danışdım elədim. Qəbul çox yaxşı keçdi. Amma ilk öncə müəllim belə meymun ol, belə baxdım ki, yəni mən necə olacağam falan. Sonradan gördüm ki, o kompleks yoxdur məndə. Əvvəl bura gələndə kompleksim var idi özümdə. Səsimə qarşı biraz da kompleksim var idi. Amma oca getdikcə gördüm ki, açılışır, rahat səlis danışa bilirəm. Amma 5 dəqiqə qalmışdı ki, səhnə açılmasın. Mən oca başladım əlim ayağım əsməyə. Dedim, unudacağam, səhv bir şey eləyəcəm, amma belə baxdım ki, yox. Səhnəyə çıxan kimi özümü toparlaya bildim. Hətta o alqışların mənə bir ruh qatırdığını hiss elədim. Dostlarım falan da dedi ki, sən danışığında dəyişilmə var. Akademiyanın başqa cəhətlərindən biri də bu ki, səlis danışmaq kömək eləyir. Heç kimi düşünməsinlər, öz istəkləri, öz arzuları ilə davam etsinlər və heç bir bəhanəni düşünmədən yollarını irəliləsinlər və akademiyaya gəlsinlər. Çünki bura gələndən sonra hər şey dəyişir və adam istədiyi kimi ola bilir.